Salam əziz dostlar, bugün 8 Mart'dır. Azərbaycan xanımların, analarımızı, bacılarımızı ürəkdən təbrik edirəm. Allah sizə can sağlığı versin, uzun ömür versin. Kanalımızın izləyiciləri istədilər ki, bu bayram günü bizim kanala müraciət edən az təminatlı ailələrə bayram sovqatları verək. Sağ olsun Kursk vilayətindən Seyid Rasim qardaşımız və digər Allah-sevər qardaşlar istədilər belə bir bayram sovqatları hazırlayaq. Biz də hazırlıq işləri görürük. Allah qoysa səhər açılsın, o analarımıza, bacılarımıza bu bayram sovqatlarını çatdıracaq. Buradan öz minnətdarımı bildirirəm, təşəkkürümü bildirirəm. Bir daha bayramımız mübarək olsun, əziz xanımlar.